Həqiqətən bilmirəm, bu peyvəndlərdən sonra mı oldu, yoxsa havadandımı, qidalarımızdandımı? Yəni ümumiyyətlə bu aralar çox yaddaşsız olmuşam. Bu gün fərz edin ki, 2 dəfə çölə çıxmışam və yenə də hələ də yadımdan çıxan bəzi şeylər var. Nə qədər kağıza, dəftərə yazsam da, gəlirəm, keçirəm həmin şeyin yanından, dəftərə baxıram, deyirəm ki, hə, bunu alacağam, qoy bir dənə falan şey alım, qayıdıram. Ondan sonra iyi yadımdan çıxır və elə bilirəm ki, həmin şeyləri almışam. Yəqin ki, bu çox adamda belədir. Bu günlərimə bir reis Adelini çıxmışam, aynı onu almağa, indi isə bir çıxdım. Burada da bəzi bayram bazarlığı etdim, bəzi şeyləri aldım, çox şeyləri yox. Çünki onsuz da bayrama hələ var. Amma mən bayram məqsədi ilə almadım. İftar süfrəsi açmaq məqsədi ilə almışam. Allah hər kəsin orucunu qəbul etsin. Səhhətim narahat olduğuna görə oruc tuta bilmədim, qrip oldum deyənə və mən də düşündüm ki, iftar süfrəsi açsam daha yaxşı olacaq. Və belə deyim qızlar, təbii ki də kimlər evdən pul qazanmaq istəyirsə, gəlir əldə etmək istəyirsə, öz gəlirini, öz büdcəsini yaratmaq istəyirsə, mütləq mənim əlaqə nömrəmə yazın. Hər dəfə deyirsiniz ki, Asiya xanım, burada məlumat verin, burada məlumat verin. Qızlar, mən adam yeyən deyiləm, yəni insanam. Sadəcə WhatsApp-ma yazırsınız, məlumat verirəm. Mən kimisə orada götürüb məcbur qeydiyyat etmirəm qətiyyən. Yəni yazırsınız, məlumat veririk, istəyirsiniz daha gözəl, istəmirsiniz yenə də öz işinizdir. Biz məcbur